Sual belədir. Mərkəzi Bankın, kommersiya banklarının Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduğu vəsaitin həcmini, onların ümumi əmanətlərinə nisbəti necə adlanır? A. Likvidlik norması. B. Kapitalın adekvatlıq norması. C. Məcburi ehtiyat norması. D. Faiz norması. Vaxt gedir. 1 dəqiqə vaxtınız var. Qrup şəklində hazırlaşın, vahid cavab verin. Sən oyun pozanlıq eləyirsən. Bax, sənə deyirəm. Növbəti dəfə bir balından siləcəm. Hazırdır sizin qrup. Eşidirəm cavabınızı. Məcburi ehtiyat norması deyənlər əlin qalsın qrupda görüm. Gəlirik bu qrupa. Qrup hazırsınız? Hansı bəndi deyirsiniz? A bəndi deyənlər əlin qalsın. Likvidlik norması deyənlər. Kapitalın adekvatlıq norması deyənlər əlin qalsın. Məcburi ehtiyat norması deyənlər əlin qalsın. Faiz norması deyənlər əlin qalsın. Sizin qrupa 0,5. Sizin qrup doğru cavab verir.